Bugün Zaqatalada yaşayan bütün xalqların mədəniyyət nümunələrinin qorunması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsi üçün əlverişli şərait mövcuddur. Rayonun Heydər Əliyev mərkəzində fəaliyyət göstərən dərnəklər bunu deməyə əsas verir. Mərkəzdə fəaliyyət göstərən Toxuculuq Dərnəyində müxtəlif xalqların nümayəndələri olan tələbələr var. Məsəl üçün Saxur, Avar, İngiloy xalqlarını təmsil edən tələbələr var. Onların öz nənələrindən onlara qalan naxışları, sonra nənələr vasitəsilə öyrənən müxtəlif ilmələri burada digər xalqların nümayəndələrini də öyrədirlər. Beləliklə ortaya müxtəlif xalqların naxışlarından ibarət maraqlı əsərlər çıxır. Adətən bir xalqın tarixi kimliyini kitablarda, arxeoloji qazıntılarda axtarır, öyrənir və elmi nəticələrə gəlirlər. Elm öz yerində. Nə qədər bəşər övladı yaşayır, daim elm öyrənməlidir. Bu barədə müqəddəs kitabımızda yazılır. Amma bu tarixlə bilavasitə tanış olmaq istəyirsənsə, gərək bu xalqın gündəlik həyatı, adət-ənənəsini görəsən, danışığını, nəğməsini eşidəsən. Bu səfərimizdə gördük və eşitdik onları. Qafqazın ən qədim xalqlarından biri olan avarları.